Merhaba arkadaşlar, tekrardan ben Kara Pelenç. Şimdi arkadaşlar 31 yıl boyunca garantide kaldı çekmiş sıkıntılar diye bir video. Ona bakacağız, o da kısa videoda. Görelim bu kaç dakika olacak. Hemen geçelim, hiç uzatmadan konuşmayacağım. Like atmayı unutmayın. Like atarsanız abone olursunuz. Bir de abone olduktan sonra bildirim atarsanız video attığımda aniden haber olursunuz. Ve yorum yazarsanız da çok sevinirim. Televizorda atom bombasının atılacağını eşidən adam arvadıyla bir yerdə evlərin altındakı sığınacağa enərlər. O sırada bir partlayış baş verər və adam dərhal sığınacağın qapısını bağlayar. Bu qapı bağlandıqdan sonra 35 il boyunca açılmayacaq şəkildə düzəldilib. Bu ailə artıq bundan sonraki 35 ilini bu sığınacaqda yaşayacaq. Partlayışın qaynağı isə atom bombası yox, sadəcə kontroldən çıxmış bir təyyarənin qəza ilə ailənin həyətinə düşməsi idi. Bir müddət sonra ailənin bir uşağı dünyaya gələr. Oğullarını böyütmək və həyatlarını davam eləmək üçün sığınacaqda hər cür şərait var idi. Burada özlərinə ait supermarket kimi ərzaq depoları, balıq yetişdirmək üçün hovuzları və hətta bitkiləri üçün istixanaları var. Zaman sürətlə keçər, oğulları böyüməyə başlayar. Ailəsi oğlanı çöldəki dünyaya hazırlamaq üçün burada təhsil verib yetişdirərlər. Və uzun çəkən dərslərin və zamanın ardından oğlanın bugün 35 yaşı olur. Və tam da bugün dəmir qapı öz-özünə açılar. Oğlanın anası nəhayət ki, yuxarı çıxacaqları üçün çox həyəcanlıdır. Atası üzərində qoruyucu kostyum geyinib 35 ildən sonra yuxarıdakı həyatı yoxlamağa gedər. Bu adam sığınacaqdan 35 il sonra ilk dəfə çölə çıxır və keçmiş dəbdəbəli evinin əvəzinə qırıq sökük xarabayla qarşılaşır. İnsanlar zibil qarışdırıb ona zarafatla silah doğruldu və sonra trans bir qadınla rastlaşır. Adam trans qadının atom bombası nəticəsində mutasiyaya uğradığını düşünür və sığınağa ailəsinin yanına geri qayıdır. Çöldə insanların dəli olduqlarını, hətta radiasiyadan iki cinsiyyətli insanlar yarandığını deyir və sığınaqda bir 35 il daha yaşamalı olacaqlarını düşünür. Lakin arvadı yeməklərin qutaracağını düşünüb oğlanı yuxarıya ərzaq almaq üçün göndərir. Oğlan yuxarıya qalxır və həyatında ilk dəfə səmanı görür. Biraz irəlilədikdən sonra ilk dəfə fərqli rəngdə bir insanla qarşılaşır. Onun üçün hər şey təzə gəlir. Pul götürmək üçün bir dükana girir və əlindəki 1962-ci ildən qalmış beyzbol kartlarını satmaq istədiyini deyir. Dükan sahibi isə oğlanı aldatmaq istəyib ucuz qiymət təklif edir. Bu anda dükandakı bir qız oğlana kartların milyon dollar dəyərində olduğunu deyir və oğlanla qız orada tanış olaraq dükandan çıxırlar. Bir neçə gün bir yerdə keçirdikdən sonra qız oğlanın özünü qəribə apardığını görür. Oğlan qıza atom bombası atıldıqdan sonra 35 il boyunca bir sığınacaqda yaşadığını deyir və qız oğlanın dəli olduğunu düşünüb bir psixiatr həkim çağırır. Həkimlər oğlanı aparmaq istəyəndə oğlan bir şəkildə əllərindən qurtulub qaçır və ailəsinin yanına geri qayıdır. Qadın etdiyi əməlindən peşman olub oğlanı axtarmağa çıxır və oğlanın qaldığı otelə gəlir. Oğlanın otağında 1960-cı ilə aid böyük şirkətlərin hissə sənədlərini tapır. Bir iş adam bu sənədlərin həqiqətən də keçmişə aid olduğunu və milyonlarla dollar qiymətli olduğunu öyrənir. Qız oğlanın doğrudan da 35 il bir sığınacaqda qaldığını və dəli olmadığını anlayır. Uzun müddət onu axtardıqdan sonra təsadüfən oğlanı yol kənarında tapır. Oğlan qızı sığınacağı ailəsi ilə tanış olmağa gətirir. Sonra əllərindəki hissə sənədlərini satıb ailəsi üçün keçmiş evlərinə bənzər bir ev alır. Və oğlan nəhayət ki atası ilə danışır. Ona atom bombasının heç vaxt atılmadığını və sığınacaqda boşu-boşuna 35 il keçirdiklərini deyir. Evet arkadaşlar, bu video burada bitiyor. İnsanın az dakika olmuş. Neyse. Ben destek olmak için videoya like atıp abone olabilirsiniz. Teşekkürler. Benim kanalım işte adı üstünde yazıyor, ona da bakabilirsiniz. Ben de tekrar diyeyim, benim kanalıma abone olun, like atın, yorum yazın. Görüşürüz. Bye bye.